dəhşətli şəkildə bahalanma. Ay hələ il başlamayıb, un bahalaşdı, benzin bahalaşdı, dizel bahalaşdı. İnternet demək olar ki, bahalaşıb demək olar ki, prosta ayın birini gözləyirlər. Bütün Avropada, Amerikada, dünyanın hər yerində yanacağın qiyməti aşağı düşür. Azərbaycanda isə yanacağın qiyməti qalxır. Yanacaq 5 qəpik qalxdısa, ərzaqın 15 qəpik qalxması deməkdir. Hər şey. Yaxşı sual ortaya çıxır. Niyə Azərbaycanın ucuz qazı, nefti Gürcistana, Türkiyəyə, Ermənistana verir? İran İslam Respublikasında benzin neçəyədir? Bizim puldan 5 qəpik. İlham Əliyev istəsə 5 qəpiyə yox, 3 qəpikdən, 4 qəpikdən hopdavoy alar, Azərbaycanda 10 qəpikdən satdırar. Elə? Yəni Azərbaycanda neft 90% ucuzlaşar, eləmi? Amma İlham Əliyev istəsə. İlham Əliyev tam əksinə Bakıda probkalar yaradır, polis vasitəsindən. 10 dəqiqəyə adam gedib gələsi yerə 2 saata gedib gəlir və nəticə etibarilə 2 litr yanacaq yandırası yerə 10 litr yanacaq yandırır və İlham Əliyev onunla qazanc əldə edir. Üzünə tüpürüm, ay belə prezident. Azərbaycanda işsizlik yarandıqca, qiymətlər artdıqca bu xalq inqilaba, barıt kəlləyinə döndükcə mən sevinirəm. Bəziləri deyir ki, bu xalq qalxan deyil. Nə danışırsan sən? Sən ətrafında var zibiləşən, birçok yığan, zibil yeyən. Əlbəttə onlar qalxmayacaq. Sən xəbərin var, orta təbəqə yoxdur ki. Orta məmurlar məhv edildi ki. Sən xəbərin var, müəllimlər, həkimlər, mühəndislər hamı acdır. Sən xəbərin var ki, sən o hər şey boynuna alan, TikTokda bilənənlər, onlardan inqilaba qalxan olmayacaq. Düymə Britaniyadan basılacaq. Lazımı generallar, lazımı nazirlər, kimlərsə xalqın yanında olacaq. Tək bir dənə Yahudilər qalmışdı. Putinlə belə hamı İlhamı öldürmək istəyirdi. Erdoğan da bu aralar heç yaxına gəlmir ha. İlhamın yaxına gəldi Erdoğan. Nə də İlham ora tərəf getmir. Bir dənə Yahudilər qalmışdı, sallaşdığı. Yahudilər üzərindən də Trump'a sallaşmışdı. Onlar da dünənləri İlham Əliyevin kitabını bağladılar. Artıq Azərbaycanda Tarif Şurası dövlət qeydiyyatına alınan 237 adda dərmanı qiymətini qaldırdı. Azərbaycanda dərman bilirsiniz ki, qonşu ölkələrin hamısından keyfiyyətsizdir. Çünki İlham Əliyevin laboratoriyalarında, bu dərman fabriklərində Almaniyadan alınan bir tabletkanı 3-4 yerə bölürlər. Bir tabletkadan 3-4 dənə tabletka hazırlayırlar lazımsız maddələr qatmaqdan. Eləmi elə? Bunu hamınız bilirsiniz. Bunu, hətta Azərbaycan televiziyalarında bunu professorlar belə, elmlər doktorları bunu deyibdi. İndi yaxşı, Azərbaycanda dərman qonşu ölkələrdən qat-qat keyfiyyətsiz idisə, Azərbaycanda dərman qonşu ölkələrdən qat-qat bahaydısa, Azərbaycanda qonşu ölkələrdən fərqli olaraq tibbi sığorta anlayışı yox idisə, bu 237 adda dərman niyə yenə qiyməti qalxdı? Axı siz zaten dərmanları qonşu ölkədən 2 manatlıq Türkiyədəki dərman Azərbaycanda 40-50 manatdır. Azərbaycanda benzin, dizel, un, işıq, dərman, qaz, metro, bütün qiymətlər Azərbaycanda qalxdı və qalxır. Bu barədə mən Qabil Türkoğlu 3 ay qabaqcadan Azərbaycan xalqına məlumat vermişdim ki, qiymətlər qalxacaq. Bu qiymət artımı ona görə bu günə hesablanıb ki, sabahdan bayramdır. İnsanların başı bayrama qarışacaq və qiymət artımına olan qəzəb insanlarda soyuyacaq. Unutqanlıq yaranır. Röya İlham Əliyevin vəziyyəti kifayət qədər gərgindir. İlham Əliyev artıq Röyadan dəstək istəyir. Röya kimləri İlhamı dəstəkləyir? Gəlin baxaq Röyaya. Çox sağ olun cənab prezident. Sizi hamı sevir, mən amma sizi belə ürəkdən başqa cür sevirəm. Doğrudan televizorda baxanda. Bu mamışının başından, klitrasından sevir İlham Əliyevi. Gör İlham Əliyev kimə xalq artisti veribdir. Görün İlham Əliyev kimlərin dəstəyinə möhtac qalıb, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Adam baxanda əsəbini saxlaya bilmir, adam baxanda nevroz olur. Ona görə ürək xəstəliklərindən ən çox dünyada ölən Azərbaycanlılardır. Baxın. Çox sağ olun cənab prezident. Sizi hamı sevir, mən amma sizi belə ürəkdən başqa cür sevirəm. Doğrudan televizorda baxanda karısı gedir. Maşına düşdü ki, nəsə görüşdürəm. Ay Allah, boy buxuna bax, qurban olun sənə. Deyirəm ki, bax, bütün prezidentlərə bax, mənim prezidentimə bax. Doğrudan nə dedi, onu da elədi. Qarabağı gözəlləşdirdi. İndi mənim də borcum odur ki, gedib orada xalq konserti mütləq gözəlləşdirdi. Heç nə, baxın, İlham Əliyev ən əxlaqsız, ailəsinin əxlaqına uyğun olan Röyaya xalq artisti adı verir. Əlbəttə ki, bu adlar hamısı pulla alınan adlardır. Mədəniyyət Nazirliyində olan olaylardan da dolayı Röya və Röya kimi sümsükləri, sürtükləri, sürtülmüşləri göndərir, icra hakimiyyətlərinin başçıları onları belə qarşılayır. Baxın, Röyanı belə qarşılayırlar. İndi bu Nəsimi rayonunun icra başçısına Röyanın dallağını Nəsiminin dərisi kimi soyub bu icra başçısına yedizdirməyim. Hətta qaxılların qaxac eləyib qurutduğu kimi yedizdirməyim, çeynətdirməyim, neyniyim mən? Belə əxlaqsızlıq, belə şərəfsizlik, belə namussuzluq varmı?